Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, Fes Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə növbəti sınağın izahına baxırıq. Lakin sınağın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq burada birinci suala. Və bu arada bu suallar bizim deməli güvən kitabından seçilmiş bərabərsizlik mövzusuna aid olan, xüsusən də xətti bərabərsizlik və xətti bərabərsizlik sistemi. Yəni bu mövzuya aid olan deməli suallardır, testlərdir. Gəlin baxaq. Nədir? Bərabərsizliyi həll edin. Burada mən çarpaz şəkildə vuracağam və -2-ni müsbət 5-ə vurduğum üçün heç bir işarə dəyişikliyi olmayacaq. Yazıram. -2x çıx 1 böyükdür. -2 vur 5 olur -10. Buradan -2x daha doğrusu -2x böyükdür. -10 üstə gəl 1. Bu da olur -2x böyükdür. -9. İndi bax bu -9-u -2-yə böldüyümüz üçün işarə dəyişir. Bax, olur kiçikdir işarəsi. 9-u da 2-yə böləndə olur 4,5. Və bu ədəd oxu üzərində göstərilsə, baxın, 4,5-dən kiçik ədədlər olmalıdır. Bu da hara doğru gedir? Mənfi sonsuzluğa doğru gedir. Deməli, cavabımız mənfi sonsuzluq 4,5 aralığı olmuş olacaq. Yəni, testimizin doğru variantı olur A bəndi, A variantı. Keçək növbəti suala. Buranı silirik. Baxırıq ikinci suala. Yenə xətti bərabərsizlik xətti tənlik kimi həll olunur. Yazırıq 6x, 9x atırıq o tərəfə olur çıx 9x. Bu da olur -2, 11-i atırıq bu tərəfə olur üstə gəl 11. Bura bizə verir -3x-i, -2 üstə gəl 11 olur 9. 9-u -3-ə böldüyümüz üçün işarə dəyişəcək. 9-u -3-ə böləndə olur -3. Bu da nə deməkdir? Mənfi sonsuzluqdan -3-ə qədər olan hissəni əhatə edir. Deməli, ikinci sualda testimizin düzgün cavabı olur C bəndi, C variantı. Keçirik növbəti suala. Aha, deyir bərabərsizliyin ən kiçik tam həllini tapın. Gəlin belə edək, məxrəcdən xilas etmək üçün 3 və 5-in əkobu nədir? 15. Hər bir həddə 15-ə vuraq. Bax, buranı da 15-ə vururuq. Burada 15-ə vurulur və burada 15-ə vurulur. 15 ilə 3 ixtisar gedir. 1 dəfə, 5 dəfə. Olur 5 vurulsun, 2x çıx 1. Üstə gəl, bu 15 ilə 5 ixtisar gedir. Qalır burada 3 dəfə, olur 3 vurulsun, x çıx 4, 15-i də 2-yə vuranda olur 30. İndi bunu vurub açmalıyıq. Olur 10x çıx 5, üstə gəl 3x çıx 12, böyükdür 30-dan. 10x-in üstünə 3x gələndə olur 13x, böyükdür. İndi -5, -12 olur deməli -17. Digər tərəfə keçəndə olur üstə gəl 17. Deməli 30-un üstünə 17 gəlirsiniz. O da eləyir 47. İndi x böyükdür. İşarə dəyişmir çünki müsbət 13-ə bölürsünüz. 47-ni 13-ə böləndə tam bölünmür. 47-nin içərisində 13 düşür 2 dəfə. Yəni 2 tam neçəsə. Çünki 2 dəfə 13, üzr istəyirəm 3 dəfə daha doğrusu 39 eləyir axı. 3 dəfə olur 3 tam 13-də ya da yəni kəsir kimi yazaq. Deməli, 47 çıx 39 o deyir 8. 3 tam 13-də 8. Və bu ifadəni bizə göstərir 3 tam 13-də 8-dən böyüklər. Yəni, buradan müsbət sonsuza doğru gedir. Bu bərabərsizliyin ən kiçik tam həllini deyirsə 3 tamı artıq keçib 3 tamı ala bilməz. Deməli, burada neçə tamı almış olacaq? 4 tamı almış olur. Yəni, 3-cü sualda testimizin düzgün cavabı A bəndi, A variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq burada 4-cü suala. Deyir, A-nın hansı qiymətində, bax, verilən bu kəsrin qiyməti, bu kəsrin qiymətindən böyükdür. Nə deyirsə yazın. 3A çıx 1 böl 7-nin qiyməti böyükdür. A üstə gəl 3 bölünsün 4-ün qiymətindən. İndi hər tərəfi vururam 28-ə. Buranı da, buranı da. 28-i 7-yə bölsək 4. İndi 4-ü bu mötərizəyə vurub açmaq lazımdır. 4 dəfə 3, 12A çıx 4. Böyükdür. İndi 28 ilə 4 ixtisar gedir 7. 7-ni bu mötərizəyə vurub açmaq lazımdır. Olur 7A, üstə gəl 7 dəfə 3, 21. İndi A-lar bir tərəfə, ədədləri bir tərəfə. 12A-dan çıxırıq 7A-nı, olur 5A. 21-in üstünə 4 gəlir, olur 25. Elə 5-ə böldüyümüz üçün də A böyükdür 5 qiymətini almış olur.
Yəni bunun cavabı hansıdır? Baxın, 5-dən müsbət sonsuzluğa. 4-cü sualı testimizin düzgün cavabı olur A bəndi. Keçək 5-ci suala. Nədir 5-də? Bu şərti ödən natural ədədlərin cəmini tapın. Yazıram, -9 kiçikdir 2x üstə gəl 1, o da kiçikdir 9-dan. Hər tərəfdən 1 çıxın. Çünki 1-i bu tərəfə atanda çıxma olur, bu tərəfə atanda çıxma olur. 9-dan 1 çıxanda olur 8, -9 çıx 1 olur -10. Və hər tərəfi 2-yə bölün. Burada təkcə x qalır. 8-i 2-yə böləndə 4, -10 da 2-yə böləndə olur -5. İndi bu şərti ödəyən sadəcə natural ədədlərin cəmi soruşduğuna görə burada hansı natural ədədlər ödəyir? 1, 2, bir də 3. Yəni başqa natural ədəd ödəmir, 4-ü ala bilməz. Bunun da cəmi bərabər olur 6-ya. Yəni 5-ci sualda testimizin düzgün cavabı D bəndi, D variantı alınmış olur. Keçirik 6-cı suala. Nədir? Bərabərsizlər sistemini həll edin. Ayrı-ayrılıqda bunu həll edirik. Sonra onların kəsişməsini götürürük. Yazıram. Birincinin həlli -3x. 12-ni atırıq bu tərəfə olur -12. Və mənfiyə böldüyüm üçün işarə dəyişir. 12 bölü 3 olur 4. İndi bunu həll edirəm. 5x böyükdür. 15-i atıram bu tərəfə -15. Burada x böyükdür. Bax, işarə olduğu kimi qalacaq. Niyə görə? Müsbət 5-ə bölünür. Yəni, bura baxmayın, sağ tərəfə baxmayın, sol tərəfə. Müsbət 5-ə bölürsənsə, o deyir -3. İndi bunların kəsişməsini götürmək lazımdır. Bax, fikir verin. Bu 4-dən kiçiklərdir. Amma bu -3-dən böyüklərdir. Hər ikisinin ortaq kəsişdiyi hissə haradır? -3 ilə 4 aralığı olmuş olur. Yəni 6-cı sualda testimizin düzgün cavabı Y bəndi, Y variantı alınmış olur. Belə. Keçək növbəti suala. Baxırıq burada 7-ci suala. Görək 7 bizə nə deyir? 7-ci sualda bizə deyir ki, yenə verilən bu bərabərsizlər sistemini həll edin. Əvvəlcə gəlin həll edək. İndi bunun hər bir həddini, iki tərəfi də 2-yə vurun. Bax, 2-yə vursaz bu gedir. Qalır x üstə gəl 1. 3-ü 2-yə vursaz 6. 6-dan 1 çıxsaz 5. Deməli, x 5-dən böyükdür. İndi burada isə 4-ü atırsınız bu tərəfə. 2-dən 4 çıxırsınız. Olur x bölünsün 3 böyükdür. 2-dən 4 çıxanda olur -2. Burada da x böyük olur. -2-ni 3-ə vuranda olur -6. İşarə ona görə dəyişmədi ki, mən müsbət 3-ə vurdum. Fikir verin, burada müsbət 3-ə vurmuş oldum. İndi deyir ki, x 5-dən də böyük olmalıdır. Bir də x -6-dan böyük olmalıdır. Bizə lazımdır ümumilikdə bunun deməli kəsişməsini götürmək. Bax, fikir verin. Bura -6-dır. -6-dan böyüklər. Bax, burada 5-dir. 5-dən böyüklər. Hər ikisinin ortaq kəsişdiyi hissə haradır? Baxın, bu hissədir. Yəni, kəsişmə hissəsini götürürsünüz 5-dən müsbət sonsuzluğa. Sadəcə bunu bizə necə verib? Baxın, D bəndinə. Elə bərabərsizlik kimi saxlayıb. Yəni, x böyükdür 5 olaraq qeyd olunub. Aydındır. Ona görə 7-ci sualı düzgün cavab D bəndi, D variantı alınmış olur. Keçirik növbəti suala. Baxırıq 8-ə. Deyir ki, bu bərabərsizliyin ən kiçik tam həllini tapın. Gəlin yazaq əvvəlcə. 5x olduğu kimi qalır. 2-ni vurub açıram. Olur 2x çıx 2. Böyük bərabərdir. 6x üstə gəl 8. İndi 5x-dan 2x-i toplayanda 7x çıx 2. Böyük bərabərdir. 6x üstə gəl 8. 7x-dan 6x-i çıxırıq. 1x. 8-in də üstünə 2 gəlirik. Olur 10. Deməli, x böyük bərabərdir 10-dursa, elə ən kiçik tam həlli 10-dur uşaqlar. Çünki bax, burada 10-u ala bilir. Yəni 8-ci sualı testimizin düzgün cavabı C bəndi, C variantı alınmış olur. Baxaq 9-a. Nə deyir 9-da? Bu bərabərsizlər sistemini həll edin. İndi 3x, bu x-i də atırsınız bu tərəfə, olur çıx x, yəni 2x eləyir. Bu da 2, 7-ni atırsınız bu tərəfə, üstə gəl 7 olur. 2 ilə 7-ni toplayanda eləyir 9. Aşağıda -2x, bunu da atırsınız bu tərəfə, olur -3x, kiçikdir. -4, bunu da atırsınız bu tərəfə, -5 olur. -4, -5, o da olur -9. İndi burada 9-u 2-yə böləndə olur 4,5 və -9-u da böləndə -3-ə olur müsbət 3. 3-dən böyük olmalıdır, 4,5-dən kiçik olmalıdır. 4,5-i də 9 bölü 2 kimi yazıblar. Gəlin biz də elə yazaq. 9 bölü 2. Ona görə 3 ilə 9 bölü 2 aralığında bəli. Baxın, B bəndi, B variantı. Bizim testimizin düzgün cavabı olmuş olur.
Belə, keçək növbəti suala. Və nəhayət baxırıq 10-cu sual. Deyir, bu bərabərsizliyi həll edin, həll edək. 5x, 8x-i də atırsınız bu tərəfə, 5x çıx 8x olur. Yəni mənfi 3x. Böyükdür. İndi bu 1-dir. 3-ü də bu tərəfə atanda üstə gəl 1 olur. 1-in də üstünə 3 gələndə olur 4. İndi x kiçik olmalıdır. Mənfiyə bölürsə işarə dəyişəcək. 4 bölünsün 3. Təbii ki, mənfi. Bu da olur x kiçikdir. Mənfi 1/3-də 1. Yəni, bu da o deməkdir ki, mənfi sonsuzluqdan, baxın B bəndinə, mənfi sonsuzluqdan mənfi 1/3-də 1-ə qədər olan hissələri, yəni yerləri, ədədləri əhatə etmiş olur. Ona görə 10-cu sualda da testimizin düzgün cavabı B bəndi, B variantı alınmış olur. Belə, bununla da bütün suallarımızı izah etdik. Ümid edirəm ki, hər biri bizə aydındır. Və son olaraq yenə xatırlatmaq istəyirəm ki, bir daha sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax, ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.